Hər kəsə salam. 6 dekabr 2025-ci il tarixli 5-ci siniflərin zirvə sınaq kursunun sınavına düşmüş səsləri izah edirəm. Birinci sualdan başlayıram. Yəni 46 nömrəli sualdan başlayıram. She loves new bike. O sevir yeni velosipedini. Əgər isim gəlibdirsə biz burada yəlik əvəzlikləri seçməliyik. Yəni o sevir onun velosipedini, o sevir mənim yeni velosipedimi, o sevir bizim yeni velosipedlərimizi. Yəni cavab olur 1, 3, 5, Y variantı. Niyə 2 olmur? 2 olanda belə olur. O sevir mən yeni velosiped. 4 olanda belə olur. O sevir onlar yeni velosiped. Gördüyünüz kimi ola bilmir. Əgər isim gəlibsə biz yəlik əvəzliyi seçməliyik. Ona görə cavab olur 1, 3, 5. 47-ci suala baxıram. My sister likes to study. Mənim bacım təhsil almağı xoşlayır. Favorite lesson is math. Onun sevimli fənni riyaziyyatdır. Söhbət bacıdan gedir. Qadın cinsində onun olur her. Yəni C variantı. 48. Düzgün variantı seçin. A variantı. Aydan ar olmaz. Çünki aydan əm olur. B variantı. Hidən iz olur. C variantı. Z'dən ar olur. D variantı. Hidən iz olur. Y variantı düzgün cavabdır. You are Mexican, sən Meksikalısın. Əgər bu dərsi bilmirsənsə kanalıma daxil ol. To be indiki zaman forması am, is, are dərsinə bax. Aydan əm olur, he, she'dən iz olur, we, you, z'dən ar olur xəbəri. 49-cu testdən davam edirəm. Bayaq dediyim eyni qaydadır. A variantında it, is olmalıydı. C variantında I, am olmalıydı. Y variantında Z, ar olmalıydı. D variantında we, are olmalıydı. D variantı she is at home, o evdədir. Düzgün cavabdır. 50-ci testə baxıram. Nəsə sual verib, cavabında dedib ki, mən 10 yaşındayım. I am 10. Deməli sual verib ki, sənin neçə yaşın var? How old are you? 50-nin cavabı olur B variantı. 51. Eyni qrammatikadır. I am, he, she, itdən is, we, you, z'dən are. Burada görürük ki, amma hamısını düz yazıb. Bəs burada bizdən nə istəyir? 51-ci testin, yəni mənası nədir? Deməli biz Azərbaycan dilində belə danışırıq. Mən Azərbaycandanam. Biz deyirik ki, mən Azərbaycanlıyam. Azərbaycandanam deyəndə deyirik ki, I am from Azərbaycan. Bəli. Əgər desəm ki, Azərbaycanlıyam, I am Azərbaycanian deyirik. Eyni şey bu test üçün də keçərlidir. 51-ci testdə A variantında. They are from French yox, France olmalıdır. Onlar Fransadandılar. B variantı. He is from Japanese. Japanese Yaponiyalı deməkdir. He is from Japan. O Yaponiyadandır. Olmalıydı. C variantı düzdür. Mən Amerikadanam deməkdir. D variantı. Brazilian Braziliyalıdır. O Braziliyalıdandır. Yox. O Braziliyandır. She is Brazilian olmalıdır. Ya da she is from Brazil olmalıdır. Yəni cümlə olmalıdır ki, ya o Braziliyalıdır, ya da o Braziliyadandır. Yəqin ki, fikrimi izah edə bildim. Yenidən deyirəm. D variantı belə olmalıydı. She is Brazilian ya da she is from Brazil. O Braziliyadandır ya da o Braziliyalıdır. Y variantında isə mən South Africandan. South Afrikalı deməkdir. From isə dan deməkdir. Y variantı olmalıydı. I am South African ya da I am from South Africa olmalıydı. 51. 52-yə baxıram. Düzgün variantı seçin. Deməli, hər bir əvəzlikdən sonra isim gəlib. Biz bilirik ki, yəlik əvəzliyinin aslı formasında həmişə özündən sonra isim gəlir. Burada bir dənə cavab düzgün gəlir. C variantı onların gülləri. A variantı belədir. Is, mama. B variantı onlar maşın. D variantı o əmi. Y variantı o bacı. Biz heç she sister deyə cümlə qurmuşuq, yox. Biz həmişə belə deyirik. She is a sister. Məsələn, o bacıdır. Amma onun bacısı deyəndə her sister demişik. Yəni isim, özündən sonra isim gələn əvəzlik yəlik əvəzlikləridir. 53-cü testə baxıram. A variantı. She is kind. Sual cümlə. Biz bilirik ki, sual verəndə əm izah cümlənin əvvəlinə keçir. A variantında isə izah belə keçirtməyib. Səhv. B variantı düzgün cavabdır. O yorğundur. C variantı. Sənin dostlarınla iz olmalıydı, yoxsa are? Təbii ki, are. Friends dostlar deməkdir.